Son dövrlər nədənsə də sosial media iştirakçılarıyla bağlı həbslər barədə daha çox məlumatlar yayılmağa başlayıbdır. Səbəb nədir buna? Ümumiyyətlə, təəssüflər olsun ki, doğrudan deyilədi. Son dövrlərdə, son aylarda bu sahədə həbslər daha çox qabarıqdır. Baxmayaraq ki, müxtəlif cür əsaslandırılır. İttihamlar, rəsmi ittihamlar fərqli olur. Amma inzibati qaydada həbs olunanlar olsun, başqa şəkildə məsuliyyətə cəlb edilənlər olsun, təəssüflər olsun ki, onları birləşdirən əsas amil onların sosial şəbəkələrdə, sosial mediada, internet mediasında fəal olmalarıdır. Bunun müxtəlif səbəbləri ola bilər, amma nəzərə almaq lazımdır ki, çap mediası, yayım mediası tamamilə hökumətin kontrolunda olduğundan tənqid edən şəxslər, tənqid edən jurnalistlər daha çox öz rəylərini, düşüncələri çatdırmaq üçün sosial medianı seçmək zorunda qalırlar. Görülür, hökumət sosial medianın, internet mediasının tənqidçilərin meydanına çevrilməsindən ciddi dərəcədə narahatdır və bu sahəyə baskıları daha da artırıb. Hazırda nə qədər jurnalist, bloger həbsdədir? Ümumiyyətlə, belə bir hesablama aparılıbdırmı? Hazırda deməli, həbsdə olan jurnalist və blogerlərin, sosial şəbəkə fəallarının sayı 15-dir, yəni ən azı 15-dir. Mövcud hesabatlarda, monitorinqlərin nəticəsinə görə belədir. Onlara qarşı irəli sürülmüş ittihamlar, onu da qeyd eləmək lazımdır ki, demək olar ki, heç biri ilə bağlı son həbs, məsələn, bloger Mehman Hüseynovun həbsin çıxmaqla, demək olar ki, yerdə qalanlarının ittihamları tamamilə fərqli ittihamlardır. Onlara qarşı xuliqanlıqdan tutmuş dövlətə, xəyanətə qədər müxtəlif narkotik maddələrdən istifadə, saxlama, bu ittihamlarda əsas irəli sürülən. Amma təbii ki, biraz öncə dediyim kimi, onu da qeyd eləmək istəyirəm ki, onları birləşdirən əsas görünən cəhət onların tənqidçi mediaya, tənqidçi jurnalistikaya, tənqidçi blogçuluğa aid olmalarıdır. Yeri gəlmişkən özünüz də qeyd etdiniz. Nədənsə son həbslər arasında bloger Mehman Hüseynovun həbsi daha geniş rezonansa səbəb oldu. Beynəlxalq tənqidlər doğurdu. Doğrudur, Azərbaycan rəsmiləri bildirdilər ki, Mehman Hüseynov etdiyi cinayətə görə həbs olunubdu. Amma bununla yanaşı geniş spektrli beynəlxalq tənqidlərə səbəb oldu. Mehman Hüseynovun həbsini zəruri edən nə idi? Xüsusilə də Azərbaycan prezidentinin bu həbslərlə bağlı son çıxışından sonra. Azərbaycanda hamımız bilirik ki, elə bir mühit var ki, tənqid edən insanların həbsdə olmaması suallar yaradır. Yəni, yəqin siz də eşitmişsiniz, çoxları eşidib ki, və hətta sosial şəbəkələrdə də olub ki, bəzən deyirdilər ki, bu Mehman Hüseynovu niyə həbs eləmirlər? Yəni, hansısa naziri tənqid edir, hansısa əsas hökumətdə əsas mövqe tutan şəxslərdən birini tənqid edir, müxtəlif sorğular aparır, amma bunu həbs etmirlər. Yəni, bu suallar da var idi. Bu yöndən yanaşsaq, Mehman Hüseynovun həbsi gözlənilən idi. Çünki bu davamlı olaraq tənqid edirdi. Təbii ki, öz bilik, bacarığı çərçivəsində bunu etməyə çalışırdı. Ola bilsin ki, müəyyən etik çatışmazlıqlarla bunu ifadə edirdi. Amma reallıq buydu ki, o tənqidçi idi və sosial mediada, internetdə Azərbaycanda ən çox izlənən, ən çox tanınan və ən çox məşhur bloger idi. Digər tərəfdən bu həbsə beynəlxalq qurumların, eləcə də yerli hüquq müdafiəçilərinin sərt reaksiyasının, yəni bunu qəbul etmək istəməmələrinin əsas səbəbi də Azərbaycanda uzun müddətdən bəri böhtana görə, deformasiyaya görə bir blogçunun, bir tənqidçinin uzun müddətə həbs olunması idi. Son illərdə bu çox az baş verən hadisə idi. Hətta deməli, hökumət dəfələrlə bəyan eləmişdi ki, biz deformasiyaya görə, böhtan və təhqirə görə həbsə moratorium qoymuşuq. Təbii ki, bu barədə rəsmi bir qərar yox idi, amma belə bəyan edirdilər. Bütün bunların fonunda eyni zamanda Avropa Şurasının, digər beynəlxalq qurumlarının Azərbaycandan deformasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutan qanunların ləğv edilməsini gözlədiyi bir şəraitdə Mehman Hüseynovun böhtana görə həbs olunması məhz buna görə də ciddi qınanan və səs-küylə qarşılanmışdır.
Sosial şəbəkələrlə bağlı məsələyə qayıdacağıq. Ondan öncə bir sual verin. Azərbaycan parlamenti son illər söz və mətbuat azadlığı ilə bağlı qanunvericiliyə çox saylı dəyişikliklər və əlavələr edibdir. Bu əlavələr və dəyişikliklər ölkədə söz və media azadlığının artmasına təkan verə bilibmi? Elədirsə, beynəlxalq tənqidlər niyə çoxalıbdır? Təəssüf ki, elədir. Son 5-10 ildə, xüsusilə mən qeyd eləmək istəyirəm, 2007-2008-ci ildən bu yana media azadlığı ilə, ifadə azadlığı ilə bağlı olan qanunlara, tutalım informasiya əldə edilməsi haqqında qanuna, sonra kütləvi informasiya vasitələri haqqında qanuna, televiziya və radio yayımı haqqında qanuna, eləcə də media azadlığına aidiyyəti olan müxtəlif digər sənədlərə və o cümlədən də konstitusiyaya dəyişikliklər edilib. Bu dəyişiklikləri dərindən araşdırdıqda, tutalım Azərbaycanın daxil olduğu Avropa Konvensiyasının, Avropa Məhkəməsinin prezident hüququnun işığında incələdiyimizdə hamısı məhdudlaşdırıcı məzmundadır. Heç kim, mən inanmıram ki, hansısa dəyişikliyi gətirib ortaya qoysun və bunu Avropa Konvensiyasının, Avropa Məhkəməsinin təcrübəsi işığında əsaslandırıb desin ki, bu media azadlığına daha geniş imkanlar yaratmağa xidmət edir. Dediyim kimi, əksəriyyəti məhdudlaşdırıcı, aşkar şəkildə məhdudlaşdırıcı məzmunda olub və periodik olaraq biz baxsaq 2007-ci ildən bu yana Azərbaycanda media azadlığı o dövrdən də problemli olub. Amma ilbəil problemlər daha da artıb. Xüsusilə də bu yekunda ona gətirib çıxarıb ki, tənqidçi media ictimaiyyətin ehtiyac duyduğu informasiyalara, tutalım hökumətin rəylərinə alternativ rəylərin çatdırılması məsələsində demək olar ki, bütün imkanlardan məhrum olub. Dediyim kimi, qanunların dəyişdirilməsi yekunda ona gətirib çıxarıb ki, media, azad media demək olar ki, tamamilə kənarlaşdırılıb. Maraqlı bir təhlil də aparaq. Rəsmi jurnalistika, rəsmi media və sosial şəbəkələr. Son dövrlər sosial şəbəkələrdə tənqidlərin sayı, xüsusilə də təhqir məzmunlu və xalq deyimlərdə tənqidlərin sayı durmadan artmaqdadır. Sizcə bunun qarşısını inzibati yollarla almaq mümkündürmü? Ümumiyyətlə, bunun qarşısını deyim ki, inzibati yolla almaq mümkün deyil. Ümumiyyətlə, internetdən, daha doğrusu sosial şəbəkələrdən, internetdən can qurtarmağın yolu yoxdur. Əgər internet varsa, mütləq orada tənqidlər də olacaq, ən müxtəlif hansısa qrupların xoşuna gəlməyən rəylər də yayılacaq. Bu tamamilə normaldır. Bu internet varsa, internetdə ondan qurtarmağın yeganə yolu, əgər istəmirsinizsə sizi tənqid eləsinlər, ümumiyyətlə o olmamalıdır. Digər tərəfdən onu da vurğulamaq lazımdır ki, ümumiyyətlə insanları informasiyalar idarə edir. İnsan hər zaman ən müxtəlif yönlərdə, məzmunda informasiya əldə etməyə ehtiyacı olur. Və sizin dediyiniz klassik mediadan insanlar tələbatı olan informasiyaları ala bilmirlər. Buna görə insanların əsas informasiya mənbəyinə sosial şəbəkələrin çevrilməsi normaldır. Çünki dediyimiz kimi oranı tam kontrol eləmək mümkün deyil. Əlbəttə, kiminsə gözünü qorxutmaq üçün internetdən daha sürəkli istifadədən insanları çəkindirmək üçün müəyyən həbslər, müəyyən başqa addımlar atıla bilər. Amma bütövlükdə oranı kontrol eləmək mümkün deyil. Qaldı ki, sosial şəbəkələrdə böhtan, təhqir filan bunların aradan qaldırılması və də təcrübə göstərir ki, normal inkişaf edilmiş ölkələrdə bunlar artıq qaydasını tapıb. Orada da, Amerikada da, Fransada da, başqa inkişaf edilmiş Avropa ölkələrində də, Qərb ölkələrində də sosial şəbəkələrdə təhqir, böhtan var. Sadəcə olaraq bu trend deyil. Ola bilsin ki, bizdə bu trend halın bəzən alır, amma bunun da səbəbi odur ki, bu sahədə azadlıqlara, bu sahədə olan azadlıqlara da müdaxilə var. Bu sahə inkişaf etdikcə, tutalım Amerikadakı və başqa ölkələrdəki kimi, burada da olan insanların birgə qaydaları ortaya çıxmış olacaq. Məsələn, özlərinin etik
qaydaları müəyyən edəcəklər, onlara əməl etmək məcburiyyəti yaranacaq və müxtəlif başqa addımlar da atılmış olacaq. Amma bunun da yolu yenə də o sahəni sıxmaq, kontrolda saxlamaqdan yox, o sahəyə azadlıq verməkdən keçir. Yəni son dövrlər belə bir təhlildə aparaq. Deyək ki, məsələn, Azadlıq qəzetinin çapı dayandı. Azadlıq qəzeti nizam-intizama, qanunvericiliyə, deyək ki, jurnalist peşə kodeksinə əməl edən bir qəzet idi. Tənqidi qəzet idi, təbii. Deyək ki, Zerkolonun çapı dayandı. Sonra, deyək ki, Meydan TV-nin Azərbaycanda ofisi bağlandı. Azadlıq Radiosunun Azərbaycanda ofisi də bağlandı. Bunlar hamısı köçdülər digər ölkələrə. İndi, məsələn, deyək ki, Azadlıq qəzetinin əgər satışı 6, 8, 10 mindən yuxarı deyilsə də, indi onun əvəzinin Azərbaycan saatı, Turan televiziyası yarandı, həmin o kadr potensialı. Bunların seyircisi artıq heç 10 minlərlə, 100 minlərlə ölçülür bəzən. Deyək ki, Meydan TV ofisini köçürdü xaricə, onun dinləyiciləri, tənqidi ritual daha da artdı və digərlərindən bağlı da demək olar. Eyni zamanda sosial şəbəkələrə, yəni tənqidin sosial şəbəkələrə nizamsız bir yerə köçürülməsi, xalq deyimlərinin, söyüşlərin, sonra deyək ki, o xalq dilində işlədən bəzi o sözlərin ifadə edildiyi bir şəbəkəyə köçürüldü. Mehman Hüseynovun 100 mindən çox bir tək bir blogerin izləyicisi var. Yəni, bax, bu şəbəkəni qapatmaqla, bu tənqidin daha da geniş vüsət alması, daha söyüş məcrasına keçməsi artmırmı? Biz az öncə də dedik, qanunvericiliyə edilən dəyişikliklə bağlı və onu da mən ifadə elədim ki, bu sahədə qanunvericiliyin dəyişdirilməsi ilə bağlı, media azadlığı ilə bağlı qanunvericiliyi nəzərdə tuturam, dəyişdirilməsi ilə bağlı siyasət doğru deyil. Bu, istər Azərbaycanın konstitusiyasında, qanunlarında, eyni zamanda Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə nəzərdə tutulan media azadlığının fəlsəfəsindən kənarlaşmaq deməkdir. Demək istəyirəm ki, yəni bu yanlışdır. Eyni zamanda siz dediyiniz nümunələrdə də hökumətin yürütdüyü siyasət mənim fikrimcə tamamilə yanlışdır. Tutalım Meydan TV-nin olsun, Azadlıq Radiosunun olsun və sadaladığınız digər media quruluşlarının olsun, onların ölkədə fəaliyyət göstərməsi məncə daha doğru siyasət olardı, nəinki digəri. Çünki həmin medialar indi burada olduqca daha çox hökumətin də rəylərini ifadə edə bilərdilər. Tutalım Azadlıq qəzetinin hökumətdən informasiya almaq, hökumətdəki məmurlardan informasiya almaq imkanı yox idi, ona danışmırdılar. Yəni, fəaliyyət göstərəndə vəziyyət belədir. Məncə daha doğru yol onunla bağlı ola bilərdi ki, onların burada fəaliyyətinə imkan verilsin və eyni zamanda da hökumət oradakı tənqidlərlə bağlı öz əks argumentlərini qoymaq üçün bir meydan kimi onlardan istifadə eləsinlər. Bu, dediyiniz kimi, bu yanlış siyasətin nəticəsidir. Hökumətin media azadlığı ilə bağlı mən hesab edirəm ki, o media quruluşları ilə bağlı qərar verən şəxslərin yaxud qərar vermədə iştirak edən şəxslərin yanlış nəticələr çıxarılmasının sonucudur və gətirib ona çıxarır ki, onlar daha çox hədəfdə olan, hökumətin hədəfində olan medialar istər-istəməz ictimaiyyət onu daha diqqətlə qarşılayacaq və onu daha çox izləməyə çalışacaq. Dediyim kimi, yanlış siyasətdir bu və məncə media azadlığının daha inkişaf etdirilməsini istəyən hökumət onların ölkədə daha rahat şəraitdə fəaliyyət göstərməsinə mühit yaratmalıdır. Digər bir tərəfdən, əhalinin informasiyona daha çox inandığı, daha çox etimad etdiyi mediaların, yəni qanun qarşısında cavabdehliyi olan, hüquq normalarına əməl edən, vergi öhdəliyi olan mediaların uzaqlaşdırılması sosial şəbəkələrə, əhalinin inamına, yəni şərait yaratmırmı? Belə deyək ki, insanlar yəni inandığı medialar artıq yoxdur, amma həmin o medianın əməkdaşlarıdır və digərləridir. Artıq sosial şəbəkələrdə hətta yalan informasiyalar, qeyri-rəsmi informasiyalar, çaşdırıcı informasiyalar,
sonra deyək ki, böhtan, yəni təhqirlə dolu informasiyalar yayıb və əhali arasında da inamı özünə artırmaqla məşğul olurlar. Belə olanda vəziyyət hara gedib çıxacaqdır? Bax, gələcəkdə nə olacaq? Dedi, öncə də dolayısıyla qeyd elədi, insanlar mütləq informasiya almalıdır. Bu tələbatını istənilən formada təmin etməlidir. Dediyiniz mediaların olmaması, insanlara istədiyi, yaxud da olan mediaların insanların tələbatı olan informasiyaları çatdırmaması insanları yavaş-yavaş sosial şəbəkələrə yönləndirib informasiya əldə etmək üçün. Bunun təhlükəsi ondan ibarətdir ki, sosial şəbəkələr dediyimiz kimi tənzimlənə bilən deyil. Orada sizin kimi yaxud başqa insanlara doğru informasiya çatdıranlar da var. Eyni zamanda orada insanları tutalım, hansısa qanunsuz əməllərə yönləndirəcək potensialda olan qruplar da var. Və insanların sırf sosial mediadan asılı olmasının təhlükəsi onda ola bilər ki, insanlar getdikcə kimin doğru olduğunun fərqində olmayacaqlar və dediyim kimi ayrı-ayrı qrupların, istər bu dini qrupları olsun, istər digər qruplar olsun, onların informasiyasının təsirinin altına düşmək potensialı yaranacaq. Bu qorxuludur. Bu son qanunvericilik dəyişikliklərlə bağlı bir parlamentdə bir qanun layihəsi var. Burada bu internet resurslarına müdaxilə ilə bağlı, icra orqanının müdaxiləsindən bağlı bənd də var. Bu nə yaradacaqdır? Yəni, bu medianın daha çox sosial media üzərinə köçməsinə səbəb olmayacaqdır. Yəni, böhtancı, şantaj, yalan məlumatların daha çox verilməsi və ilə axır. Məsuliyyət, qanun qarşısında məsuliyyət daşımayanda, hüquq qarşısında məsuliyyət daşımayanda belə bir şəbəkəyə köçüm nə verəcək Türkiyə? Ümumiyyətlə, onu mütləq diqqətə almaq lazımdır ki, sosial şəbəkədə belə, internetdə belə hansısa qadağan olunmuş informasiyanın yaxud müdaxiləyə legitim əsası olan informasiyanın yayılması bu məsuliyyət yaradır. Kiminsə gedib internetdə söyüş söyməsi, yaxud bir qəzetin səhifəsindən söyüş söyməsi, bunu ayırmaq lazım deyil. Bunlar ikisi də eyni dərəcədə məsuliyyət yaradır. Yəni, bu getdi, internet üzərindən söydü və bunun məsuliyyəti yoxdur. Bunu da demək doğru deyil. Çünki ictimai şəkildə yayılmış böhtan istənilən halda məsuliyyət yaratmış olur. Qanunvericiliyə dəyişiklik, dediyiniz dəyişikliyi ilə bağlı bu dəyişiklik də ümumilikdə ifadə azadlığına ciddi təhlükələr yaradacaq. Təsəvvür edin ki, siz öz Turan İnformasiya Agentliyində bir yazı yazmışsınız, bir məlumat paylaşmışsınız, yaymışsınız. Həm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, konkret İcra Hakimiyyəti Qurumu hesab eləsə ki, o yazıda böhtan var və sizin sayta girişi yasaqlaya biləcək. Amma böhtan hüquqi bir termindir və ona məhkəmə qiymət verməlidir. Mən də onu qeyd eləmək istəyirəm ki, bu tamamilə yol verilməzdir. Rabitə və İnformasiya Texnologiyaları Naziri filan hansısa bir məmurun rüşvət alması barədə yazılmış xəbərin doğru, yanlışlığını necə müəyyən edə bilər? Bu, tamamilə yanlış və doğru olmayan dəyişiklikdir qanunvericiliyə. Çünki onu mütləq məhkəmə həll etməlidir. Məhkəmədən, bunu həm bizim qanunların, konstitusiyanın, Avropa Konvensiyasının da işığında yanaşsaq, bunu mütləq məhkəmə həll etməlidir. Təbii ki, bu cür yanlış dəyişikliklər, yanlış siyasətlər yekunda ona gətirib çıxarır ki, Azərbaycanda media azadlığının durumu ilə bağlı qeyd elədiyimiz istər beynəlxalq təşkilatların nəzərində, eyni zamanda da ölkənin içində rəylərdə çox pis rəylərə gətirib çıxarmış olur. Vəziyyətdən çıxış nədir? Hökumət nə etməlidir? Qanunvericiliyə dəyişiklik etməlidir, real duruma təsir etməlidir, yoxsa nə baş verəcək? Ümumiyyətlə, burada əsas yanlışlıq, dediyim kimi, son 10 ildən artıq dövrdə bütün siyasət ona yönəlib ki, media azadlığını mümkün qədər məhdudlaşdırmaq, mediaları mümkün qədər kontrol altında saxlamaq. Bunun sonu pisdir. Bunun sonu ölkə üçün firavan, demokratik inkişaf yolu seçmiş ölkələr üçün çox pis sonluq vəd eləyir. Dediyim kimi, yəni
inkişaf etmək niyyətində olan ölkələrdə bu addımlar atılmamalıdır. Çıxış yolu da ondan ki keçir ki, hökumət media azadlığına daha geniş imkanlar yaratmalıdır. Medianın fəaliyyət göstərməsi üçün əlverişli mühit yaratmalıdır. Bu siyasət çərçivəsində təbii ki, qanunvericiliyə edilmiş mürtəci dəyişikliklərin dəyişdirilməsi də bura daxil ola bilər. Eyni zamanda müxtəlif başqa addımlar da atıla bilər. Amma bir fond da var. Azərbaycan prezidenti yanında kütləvi informasiya vasitələrinə dəstək fondu var. Bu fond da kütləvi informasiya vasitələrinə böyük miqdarda pullar ayırır. Bu medianın, azad medianın inkişafına təkan verirmi son illərdə? Azad mediası olan inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, o ölkələr medianı inkişaf etdirmək üçün siz dediyiniz təcrübədən istifadə eləməyiblər. Sadəcə olaraq azad biznes mühiti yaradıblar, azad məhkəmələr yaradıblar və azad biznes mühitinin, azad məhkəmələrin olduğu ölkələrdə media istər-istəməz azad olacaq və inkişaf eləyəcək. Konkret olaraq nümunə çəkdi, sizin gətirdiyiniz nümunədən deyim ki, bir neçə il bundan öncə idi, hansısa tədbirdə tanınmış baş redaktorlardan biri deyirdi ki, tanınmış bir qəzeti nümunə gətirirdi. Deyirdi ki, bu qəzet 16 səhifədir. Mən deyir, onu həmişə oxuyuram. Əvvəldən sona kimi oxuyuram. Deyir, indi daha onun 10-cu səhifəsini oxumuram. Biz soruşanda ki, niyə oxumursunuz? Dedi, o KİV-DF-nin dəstəyi ilə hazırlanan səhifədir. Yəni, bu nümunə KİV-DF-nin, KİV-ə Dövlət Dəstəyi Fondunun mediaya hansı dəstəyi göstərdiyinin aydın nümunəsidir. Yəni, hesab edirəm ki, inkişaf yolu dediyim kimi hökumətin azad media üçün əlverişli mühit yaratmasıdır. Bu KİV-DF kimi qurumların yaradılması bu əlverişli şəraitin yaradılmasına xidmət eləmir. Əksinə, mövcud olan az-çox media qurumlarının da asılı vəziyyətə salınmasına gətirib çıxarır.